Diqqət eləsək görər ki, Allah Taala Peyğəmbərə bir Qur'an yolladı. Həmən o Qur'anın 23 il Peyğəmbər nübüvvətlik dövründə həmən o Qur'an ayələrini oxudu. Başqa bir Qur'an da gəlmədi. Əli ibn Əbi Talib əleyhissalatu vəssalam ki, Peyğəmbərin canişini idi, o da öz boynuna düşən xilafət dövründə vəzifəsini icra etdiyi müddətdə həmən o Qur'anın ayələrindən istifadə etdi. İmam-ı Həsən, İmam-ı Hüseyn ta bu günə qədər, İmam Zaman Ağaya qədər. İmam Zaman Ağa da o cümlədən bu günləri Qur'anın əsasında hərəkət edir və inşallah zuhur ki etdi, yenə də həmən o Cəddi Resulullahın götürdüyü Qur'an əsasında hərəkət edəcək, addım atacaq. Deməli, moizə, öyüd, nəsihət, hər nə var insan üçün lazımdır, Allah Qur'anda qoyubdur. 15 əsrə yaxın bundan qabaq, haradasa 14 əsr yarım bundan qabaq yolladı. Ta qiyamətə qədər gələcək insanları nə lazımdır yolladı. Deməli, moizə deyəndə, öyüd, nəsihət deyəndə o qədər də təzə bir şey insanın zehninə gəlməsin. Təzə nə mənada? Düzdür, indi hədis çoxdur. Ola bilər ki, ayələr insan bir, necə deyərlər, il ərzində neçə dəfə o ayəni eşitsin, bu fərqli olan o ayələrin izahı olar və yaxud da ayələrlə birgə danışılan, söylənilən hədislər. Yoxsa ayə özü elə həmən ayədir də, Peyğəmbərin oxuduğu ayələrdir ki, bu günləri bizlər də, sən, mən, hamımız o ayələri oxuyuruq. Əsas budur ki, hər dəfə Allah Teala özü Qur'an-ı Kərimdə buyurur ki, yeni bir ayə lazımdır sənin ümmətivə. Sənin ümmətivə elə bu gələn ayələr kifayət eləyər. Sənsə sadəcə boynuna düşən vəzifə budur ki, sən onları hey dönə-dönə xatırla. Hər dövrdə xatırlamalısan. Deməli, insana elə bu Qur'an yetər, kifayət eləyər. Sadəcə lazım olan budur ki, o Qur'anı hey insan dönə-dönə oxusun, təkrarlasın, eşitsin, dinləsin. Çünki hər dəfə eşidib dinləyəndə onun üçün Allah Teala bir qapını açır, bir mərifət pəncərəsini açır, bir mərifət qapısını açır onun üzünə. Baxmayaraq ki, həmin o ayədir. İndi insan saflaşdıqca, paklaşdıqca, mənəviyyatı dərinləşdikcə, həmən eyni təkrar ayədən görərsən ki, hər gün və ya hər həftə başqa-başqa mətləblər istifadə edə bilər. Bu artıq insanın özündən asılıdır. O nöqtəyi nəzərdən biz də bu günlər istədik ki, bir hədis Peyğəmbərdən əleyhissalatu vəssalama söylənilən bir hədislə bu günləri məclisimizi nurani edəyək inşallah. İslam Peyğəmbəri buyurur ki, qalən Nəbi sallallahu aleyhi və aleyhi və səlləm, ya Əli, turidu 600.000 şatin, av 600.000 dinarin, av 600.000 kəlimətin. Bir gün Peyğəmbər Əli ibn Əbi Talib əleyhissalatu vəssalama sual verdi. Buyurdu ki, ya Əli, de görüm 60.000 qoyun istəyirsən, heyvan, yaxud 60.000 dinar, yaxud da 60.000 kəlimə, hansı birini istəyirsən? İstəyirsən 60.000 kəlimə, onu verim sənə. Yox, 60.000 dinar istəyirsən, onu verim. İstəsən də 60.000 qoyun quzu verirəm sənə, sürü verirəm ki, o da elə mal dövlətdir də. Bunlardan hansı birini istəyirsən? Əli ibn Əbi Talib qal, buyurdu ki, ya Resulallah, 600.000 kəlimətin. Həzrət Əli əleyhissalam buyurdu ki, ya Resulallah, o 60.000, daha doğrusu 600.000 kəlməni istəyirəm, sözü istəyirəm, hikməti istəyirəm. Dinardır, qoyundur, mal dövlətdir, dünya mal dövləti. Əli əleyhissalam buyurdu ki, onları istəmirəm. O hikməti istəyirəm, kəlməni istəyirəm. Fəqalə sallallahu aleyhi və aleyhi və səlləm. Peyğəmbər üzünü tutdu Əli əleyhissalama, buyurdu ki, ya Əli, əcmə'u 600.000 kəlimətin fi 6 kəlimatin. Buyurdu ki, ya Əli, 600.000 kəlmə ki var ki, sən onu istədin məndən ki, onları deyim sənə, həmən o 600.000 kəlməni mən sənin üçün 6 kəlmədə, 6 cümlədə xülasə eləyirəm. Ki, bu 6 cümləni tutub əməl eləsin, o 600.000 hikməti əldə eləyərsən. Allah özü növbəti hikmətləri, pəncərələri, qapıları sənin üzvə
açacaq. Belə ki, Peyğəmbər başlayır həmin o 6 hikməti sadalamağa. Buyurur, birinci hikmət budur. Ya Əli, İzə rəəytən nasə yəştəğilunə bil fəzail fəştəğil əntə bi itmamil fəraiz. Peyğəmbər buyurdu ki, ya Əli, elə ki, gördün cəmaat fəzilət toplamağa məşğuldur, sən get, vacibatını tamamlamağa məşğul ol. Fəzilət dalınca qaçmır, sənə vacibat lazımdır. Qiyamət günü Allah bizim hər birimizdən vacibatdan sonra sual edəcək. Birinci bizim öhdəmizə düşən vəzifə nədir? Vacib və haramları riayət etmək. Allahın bu sərhədlərini qorumaq. O müstəhəb, məkruhat sonraki mərhələdir. İlk mərhələdə bizim vəzifəmiz nədir? Vacibatı yerinə yetirib, mühərrəmatdan, haramlardan çəkinmək. Mərhum Ayətullah Bəhcət ağaya hey dönə-dönə görərdin ki, 45 ilin necə deyərlər tələbəsi və ya 30 ilin tələbəsi ki, özünün haradasa bir 50 və ya buna yaxın bir yaşı var, gəlib deyərdi ağaya ki, ağa, neyniyim, nə məsləhət görürsünüz mənə? Ağa bəzən başını qaldırardı, bəzən də elə başı aşağı deyərdi ki, gedin, vacibatı yerinə yetirib, haramlardan çəkin. Qutardı. Bir kəlmə. İkinci dəfə sual verərdilər ona ki, ağa, bunlardan sonra nə edəyik? Qeydərdi ki, vacibatı yerinə yetirin, haramlardan çəkin. Vəzifə budur. İnsan elə bilir, vacibatı yerinə yetirib, haramdan çəkinmək rahatdır. Tutalım, vacibatı yerinə yetirdik, amma haramdan çəkinmək çox çətindir. İnanın, vacibi yerinə yetirmək daha asandır, nəinki haramdan çəkinmək. Namazda da 17 rəkətdir qılarıq. Orucdur, ildə bir dəfə mübarək Ramazan ayı gələndə tuturuq. Amma gələk indi naməhrəmdən göz yummağa, o nə Ramazan ayı bilir, nə Şəban ayı bilir, nə Zilhiccə bilir, nə Ramazanın biri, ikisi bilir, nə Əhya gecəsi bilir. Fərqi yoxdur. İlin hər günündə, hər saatının, hər dəqiqəsində bizim boynumuzdadır. Biz onu icra etməliyik. Amma vaciblər bu cürdür ki, səhər doydun, 2 rəkət qıldın, namaz nöqteyi nəzərindən bugün boynumuza düşən vacibi yerinə yetirdik. Bir də qaldı ki, ortaya. Yağ qismət. Ömür vəfa eləyər, durub 8 rəkət qılacaq, 10 dəqiqə vaxt ayıracaq, o ilə də canımız qutardı, qaldı bir də axşam. Amma başqa haramlardan gəl bu dili qoru, oğul istir qoruya. Nə yaxşı ki, Allah Teala hələ bu sümüksüz bu əti, bu 32 dənə sümükdən ibarət olan dişin dalında həbs eləyibdir. Birdən onu bu göz qulaq kimi birdən azad yaratsaydı ki, qabağında bir çəpər olmaya görə hələ, o çəpərin dalından onu yarır düşür ortalığa, bu qədər fitnə fəsad törədir. Gör birdən bu çəpər olmasaydı qabağında nələr eləyərdi bu gün. Haramdan çəkinmək çox çətindir. Odur ki, Peyğəmbər Əli əleyhissalama buyurur, diqqət edin, buyurur ki, ya Əli, 600.000 hikməti 6 cümlədə sənin üçün xülas edirəm. Get, bu 6 dənəyə əməl et, 600.000 hikmətə əməl eləmirsən. Başqa sözlə, bütün Qur'an bu 6 cümlədə yığılıb. Ona görə muizə yaxşıdır, amma ardınca əməl gəlir. İnsan ona əməl etməlidir. Deməli, birinci bu oldu ki, ya Əli, elə ki gördün cəmaat fəzilət dalınca qaçır, bu fəzilət ümumidir. Müstəhəb də bura daxildir. Adi, zahiri fəzilətlər, şan-şöhrətlər də bura daxil ola bilər və ilə axır. Peyğəmbər buyurur, elə ki gördün insanlar fəzilət dalınca qaçır, sən tək də olsun, qorxma, vəhşət eləmə. O axının əksinə də getsən, narahat olma, qorxma. Peyğəmbər insanlara cürət verir, onları tərbiyə edir yavaş-yavaş. Peyğəmbər elə əvvəldən deyir ki, ya Əli, axın üzü fəzilətə gedəcək. İnsanların, kütlənin böyük əksəriyyəti fəzilətin dalınca gedəcək. Amma mənsə sənə Peyğəmbər buyurur, ya Əli, bir Peyğəmbər kimi, bir tərbiyəçi kimi sənə tövsiyə edirəm ki, o axın
izdiham nə qədər böyük olmasından asılı olmayaraq, qorxu və vəhşət eləmə, onun əksinə getsin. Axına qoşulma. Deməklə ki, palaza bürün ellə sürün. Bu palaza bürün ellə sürün insanı bədbəxt eləyər. Atalar sözü də olsa, amma qaldı, hədislərlə, ayələrlə düz gəlməyən atalar sözüdür. Palaza bürün ellə sürün cəmaat hamısı fitnə fəsad mərkəzindədir. Mən də gedim oturum orada ki, palaza bürün ellə sürün. Olmaz. Deməli, biz vacibatın dalınca qaçmalıyıq. Özü Peyğəmbər buyurur ki, fəştəğil əntə bi itmamil fəraiz. Cəmaat gördün fəzilət dalınca qaçır, sən vacibatı tamamlamağın dalınca qaç. Ona məşğul ol. Vacibatı tamamlamağa məşğul ol. Vacibatı tamamlamaq nədir? Əgər namaz qılmısan, qəza varsa boynunda, fürsətün varsa get qəzalarını qıl. Can sağlığımız varsa bugün, deməyək gələni. Gələni birinci ömrə vəfa yoxdur, bu bir. İkinci, gələn il lap ömürdə qalsa, can sağlığına insan ümidi yoxdur ki, bu can sağlığım doğrudan da qalacaq, ya yox. Qənimətdir, 2 ilin də qəzasını tutsan, 3 ilin də qəzasını qənimətdir, qırılan qoşundandır. Nə tutsaq, bizimdir, qazancımızdır. Bir var Allahın huzuruna 5 il qəzanla gedim, bir var 2 il qəzanla gedim. Fərqi yoxdur, yəqin ki, fərqi var. Biz vacibatımızı tamamlamağa məşğul olaq. İkinci, və izə rəəytən nasə yəştəğilunə bi əməli dünya fəştəğil əntə bi əməlil axirə. Buyurur, ya Əli, elə ki, gördün insanlar dünya əməllərinin, dünya işlərinin dalınca qaçırlar, sən axirət işinin dalınca qaç. Nə gözəl tövsiyədir. Əlbəttə, bunun mənası budur ki, biz dünya dalınca indi getməyək, yəni ev eşim almayaq, nə bilim, maşını almayaq, əyin baş almayaq, baxmayaq bunlara. Yox, bunlar olmalıdır hamısı. Bunlar olmalıdır. İnsan dünyada yaşadığına görə, biz dünyada yaşamağa məhkum idi. Ana bətnindən Allah bizi bu dünyaya götürdü. Və biz də bu dünyada bizim üçün ayrılmış müddəti yaşamağa məcburik. İstədik, istəmədik. Öz ixtiyarımızla da, istədiyimiz vaxtda da öz seçimimizlə gedə bilmərik. Vaxtı çatanda, necə ki, bu qatarı mindirəndə bizə demədilər, düşəndə də elə özləri saxlayacaqlar, deyəcəklər, düş. Vaxt çatdı. Bu dayanacaq sənin son dayanacağındır da. Bundan bu yana bu minikdə olanlarla yoldaşlıq eləməyə sənə fürsət verilmir. Bu sənin son dayanacağındır, düş. Fürsəti qənimət bilək. Nə qədər bacarırıq, axirət əməllərimizə məşğul olaq. İnsana qalan axirət əməli olacaq. Dünyanın da dalınca o qədər qaçmalıyıq, o qədər getməliyik ki, bizi aparıb o mənzil başına çatdırsın. O qədər. Ondan artıq azuqə toplamağa, var dövlət yığmağa deyməz. Düzdür, dünya şirindir, insan deyir, amma çalışmalıyıq özümüzü bu cür tərbiyə edəyik. Olsa da birdən bel bağlamayaq ona. İndi Allah qapını açdı insanların üzünə, insan var dövlət sahibi olsun, amma daima özünü tərbiyə eləsin ki, o mal dövlətə bel bağlamasın, hədsiz dərəcədə onu sevməsin. Bəzən insan bilmir, məhəbbətini paylaşır bir çox şeylərlə. Evladla, ata ilə, ana ilə, ailə ilə, mal dövlətlə və ilə axır, sonra da deyir ki, Pərverdiyara, nə oldu? Niyə mən deyən olmur? Çünki Allahın sevgisi ilə yanaşı, bəlkə ondan da daha şiddətli sevgilərimiz var. Onları yavaş-yavaş qırmalıyıq. İlahi məhəbbətə çatmalıyıq. Bu mübarək Ramazan ayında Allahdan bir neçə şey istəyəndə, biri də bunu istəyir Allahdan. Ki, Allah özünü bizə tanıtdırsın. O dua ki var, bunu neçə dəfə əxlaq ustadları da deyib, mən də elə onlardan necə deyərlər, nəql edib, təkrarlayıram, öz sözüm deyir. Bu duanı çox-çox oxuyaq. Qunutlarımızda bacarırıq, əzbərləsək qunutlarımızda oxuyaq, adi vaxtda oxuyaq, hər namazdan sonra oxuyaq ki, Allahümmə ərrifni nəfsək,
فإنك إن لم تعرفني نفسك لم أعرف رسولك اللهم عرفني رسولك فإنك إن لم تعرفني رسولك لم أعرف حجتك اللهم عرفني حجتك فإنك إن لم تعرفني حجتك ظلمت عن ديني. Mənası budur ki, Pərverdigar ilahi, mənə özünü tanıtdır. Allahümmə ərrifni nəfsək. Xudaya, mənə özünü tanıtdır. Sən özün tanıtdır mənə özünü. Çünki insan acizliyini etiraf edir, Allaha bəyan edir ki, Pərverdigar, axı, sən demisən məni tanı. Amma mən kiməm ki, səni tanıyım? Əgər sən icazə vermirsən mən səni tanımağa, mən nə qədər çalışsam da, əldeşi vuruşsam da, mən səni tanıya bilmərəm. Sən hər şeyin ən alisisən. Səndən qeyrisi səndən aşağıdadır. Heçdir. Mən də o heçdən bir fərdiyəm. Mən heç olduğum halda hər bir şeyin ən alisi olan bir varlığı ki, sənsən, mən səni necə tanıya bilirəm? Əgər sən özün mənə özünü tanıtdırmısın. Odur ki, Allahın öhdəsinə buraxır və ondan təqaza edir ki, Xudaya, özünü mənə tanıtdır. Niyə? Buyurur, çünki sən əgər özünü mənə tanıtdırmısın, mən sənin Peyğəmbərini tanımaram. Sonra deyir ki, Allahümmə ərrifni rəsulək, Xudaya, Peyğəmbərini də mənə tanıtdır. Çox gözəl duadır. Əxlaq alimləri çox təkid edirlər bu duaya. Mərhum Həzrəti Ayətullah Miyanəci və sairləri çox təkid edərdilər bu duaya. Ki, bu duanı çox oxuyun. İnsan Allahdan istəyir ki, Pərverdigarı göndərdiyin elçini mənə sən tanıtdır. Yəni, tut əlindən mənə müəllimlik elə. Bunu 5 gün, 10 gün deyər insan, əvvəl-axırı görər də nəticəsini. Nəticəsini görər. Və görənlər də olubdur. Görənlər də olub. Çox qəribə doğudur, yenə də deyirəm. Yoxlayın, bir 20-25 gün oxuyun, bacarsız 40 gün. Ən azı hər gün bir dəfə oxuyun. Bacarsız hər vacibi namazdan sonra 40 gün bu duanı oxuyun. Özünüz görəcəksiniz ki, Allaha, Peyğəmbərə və məsumlara olan, İmam Zaman ağaya olan məhəbbət, mərifət 40 gün bundan qabaqla müqayisədə nə qədər fərq edəyib. Özünüz hiss edəcəksiniz onu. Yəni, buna bəzi şeylər var, insan özü hiss eləməlidir onu. Necə ki, müəyyən o xoreyirlər ki, var ki, onun dadını insana 100 deyilən xeyri yoxdur. İnsan özü götürüb onu dadmasa, onu sən qıraqdan nə qədər təsəvvür edirsən onun üçün, o olduğu kimi onu heç vaxt dadını təsəvvür edə bilməyəcək. Götürüb bir balaca dadan kimi görəcək ki, yox, bu 5 saat ki, danışmışdılar, bunlar mən də zehnimdə bir dad təsəvvür eləmişdim bunun üçün, bunun dadı tamam bambaşqa bir şeydir. O deyir, mən düşündüyüm deyir. Bu mənəvi məsələlərdə o cürdür. O deməklə neyəsə insan çatmır, onu özü dadmalıdır. Sonra deyir ki, Allahümmə ərrifni hüccətək. Xudaya, deyir ki, Peyğəmbərimi mənə tanıtdır. Çünki sən mənə Peyğəmbərimi tanıtdırmısan, mən sənin hüccətimi də tanımaram. Sonra axırda deyir, Pərverdiyara, Allahümmə ərrifni hüccətək. Xudaya, hüccətimi mənə sən tanıtdır. İnsan istəyir Allahdan ki, Pərverdiyara, İmam Zaman ağanı mənə sən tanıtdır. İndi bir insana ki, əgər İmam Zaman ağanı, Peyğəmbəri Allah tanıtdıra, insan o İmam Zamandan əl çəkər. Heç vaxt. Ne üçün istəmirəm İmam Zaman ağanı, lazımı kimi? Çünki özüm tanımışam onu. Onu da hələ elə xəyal eləyirəm tanımışam. Amma elə ki, Allah İmam Zaman ağanı bizə tanıtdırdı, onda görəcəksiniz ki, insan tamam bambaşqa bir şey olacaq. Onda günaha çatanda həya eləyəcək insan günah etməyə. Günahı etməyə həya edəcək insan. Bir var istəyirəm, amma o yandan deyirəm ki, yaxşı, bu Quranda Allah deyib eləmə. Allah da görür, o yandan da qiyamət günündə öləndən sonra qəbir əzabı və qiyamətdə də cəza var. Eyb yox, qoy eləməyim, indi keçin bundan. Özümə görə eləmirəm günahı. Amma əgər insana Allah özünü tanıtdırsa və yaxud Allah insanın müəllimi olub, həm özünü, həm Peyğəmbərini və hüccətini insana tanıtdırsa, onda insan bir şiə olaraq
həya edəcək ki, heç mənə yaraşmaz axı mən bu günahı eləyim. O naməhrəm kimdir ki, mən ona baxmaqla özümü aludə eləyim, özümü qiymətdən, dəyərdən salım, bir baxışla. Onda insan eləməyəcək. Özünə görə yox, qiyamətinə, qəbrinin qorxusundan yox, ha. Özünə onu bəyənməyəcək. Necə ki, bu günləri bir pis qoxulu ətri və yaxud yaxşı qoxusu olmayan ətir götürüb verələr, insan onu vura. Və yaxud çirkab bir şeylə insan əlini vura, yerdəki suya vura, özünə ətirlənmək istəyir. Kim bunu eləyər? Heç kim. Heç birimiz onu özümüzə sıxışdırmarıq ki, mən bunu ilə özümə ətir vurmaq. Bu üfunətdir. Günah da o cürdür. Əgər hər bir şeyə bizə Allah başa salsa, biz ondan istəsək ki, o bizə başa salsın, həm öz mərifətini, həm peyğəmbərini, həm hüccətini, onda insanda belə şeylər olmayacaq. İnsan özünə heç sıxışdırmayacaq günah etməyi. Üçüncü, buyurur, İzarə əytən nasə yəştəğilunə bi uyubin nas fəştəğil əntə bi uyubi nəfsik. Nə gözəl tövsiyədir. Yəni də, qiyamətə qədər, yox ha, indi qiyamətdən biraz üzü bu yana gələkdə, ölənə qədər hər bir insan bu 6 şeyə əməl eləsə, bəsdir ona. Başqa bir mucizə lazımdır. Elə bir dənə bu hədisi götürə başlayır, nə qədər ömrü var bu hədisə əməl edir. Qutardı da. Əgər insanlar fəzilət dalınca qaçırsa, sən vacibatı tamamlamağın dalınca qaç, bir dənə bunun içərisində namaz da var, oruc da var, həc də var, xums da var, zəkat da var, əmr və məruf, nəhyə əz münkər, təvəlla, təbər. Hamısı var burada. Məsum budur, ha. Bir cümlədə gör nələri yıxdı. Bir dənə bu cümlədə Quranla götürsək, bəlkə bir 1500-2000 dənə ayə, əmr, elə bir dənə bu birincidədir. İkincidə, elə ki, insanlar dünyanın zinət verməyə məşğuldularsa, dünya əməllərini məşğuldur, sən axirət əməlinə məşğul ol, bu da Quranın nə qədər ayəsini öz öhdəsinə götürür. Üçüncü, insanlar gördün ki, üçüncü nəsihət, buyurur, ya Əli, elə ki, gördün, insanlar bir-birinin, onun bunun eybini axtarmağa məşğuldurlar, sən sakit ol, sessizcə, çəkil bir küncə, otur öz əməllərini mütaliə et, aç, varaqla, gör, harda nöqsanın var. Fəştəğil əntə bi uyubi nəfsik. Sənsə çəkil bir qırağa, öz nəfsində olan, özündə olan eybləri axtarmağa məşğul ol. Yəni, burada da yenə də Peyğəmbər Əli əleyhissalama buyurur ki, ya Əli, məbada palaza birinin elindən sürün, sən də qoşulasan onlara. Ne üçün? Kütlənin böyük əksəriyyəti bir-birinin, onun bunun eybini axtarır, mən də qoşulum ona. Olmaz. Buyurur, çəkil, öz əməllərini, öz eyblərini axtar. İnsan da öz eyblərini axtardı. Burada da nə qədər günahlar kəşf eləyəcək, onlara başı qarışacaq, yavaş-yavaş özünü islah eləyəcək. Dördüncü, ya Əlim, İzə rəəytən nasə yəştəğilunə bi təzyinid dünya fəştəğil əntə bi təzyinil axirə. Buyurur, ya Əli, Əlican, elə ki gördün, insanlar dünya evlərinə zinət verməyə məşğuldular, sən get axirət ev və zinət verməyə məşğul ol. Qəbrivi, axirəti və bəzəy vurmağa məşğul ol. Beşinci, İzə rəəytən nazə yəştəğilunə bi kəsrətil əməl fəştəğil əntə bi səfvətil əməl. Buyurur, ya Əli, elə ki gördün, insanlar əməlin çoxunun dalınca qaçır, sən əməllərin səfvəti ilə məşğul ol. Səfvət, yəni sağlamı ilə, nöqsansızı ilə, pakı ilə, düzü ilə məşğul ol. Sən əməllərinin düzgünlüyünə bax. Qurbətən ilallah dərəcəsinin çoxluğuna bax. Orada çoxluğu axtar. Qurbətən ilallahlıqdakı faizə axtar yenə. Nəinki əməlin özündəki rəqəmin çoxluğunu. Narahat olmaya, əgər biri gəlib deyəndə ki, bu Qədir gecəsində 100 rəkət namazı qıldım. Şükür olsun Allaha ki, 100 rəkət namazı qıldım. Yox, sən çəkil, bir günün qəzasını qıl. Amma
həqiqətən də lillah qıl, bəli. Allaha xatır qıl. O 17 rəkət, o 100 rəkəti üstələyəcək. Peyğəmbərin vəsiyyətidir də Əliyə. Gördün ki, insanlar əməlin çoxluğunun dalınca qaçır, sən az götür, amma xalis elə onu, mərd-i mərdanə elə. Doğrudan da lillah elə. Bir kasıbı əl tut. Bir dənə çörək ver, amma Allah'a görə ver. Altıncı və sonuncu buyurur ki, ya Əli, İzə rəəytən nasə yəştəğilunə bil xəlq fəştəğil əntə bil xaliq. Buyurur ki, ya Əli, elə ki gördün cəmaat xalqa məşğuldur, insanlarla məşğuldur, sən get xaliqinlə məşğul ol. Axı bu dünyadakı məşğuliyyətlər çox var, bizi bədbəxt edir. Adı olur dost, tanış, amma yavaş-yavaş qeybət də gəlir ora, nə də gəlir ora, o qədər günah gəlir, gəl görəsən. Ən azı budur ki, qeybət də olmasa, yalan da olmasa, töhmət də olmasa, möminin qəlbini qırmaq da olmasa, bu günahlar olmasa o oturmada, ən azı budur ki, ləğv söz-söhbətlər olacaq orada. Ən azı budur. O ləğv də bizim imanımıza ziyandır. Dəlil istəyirsiniz, Qur'anın Müminin surəsi. Açın, əvvəl o 7-8 ayəni mütaliə edin. Allah orada möminlərin sifətlərini sadırlayır. Əvvəlcə 1-ci ayədə buyurur ki, qəd əfləhəl müminun. Ancaq möminlər nicat tapdı. Nicat tapacaq qiyamət günündə. Xudaya, mömin deyəndə sənin məqsədin kimlərdir? Hansı xüsusiyyətli olan insanlara sən mömin deyirsən? Başlayır, əlləzinəhum fi səlatihim xaşun, vəlləzinəhum lizzəkatə failun. Hey, və ilə axır sadırlıya gəlir. Axırda da bir xüsusiyyət bu nedir? Vəlləzinəhum anilləğvi mu'rizun. Möminlər Allah buyurur, mənim yanımda o insanlardır ki, ləğv şeylərdən, bihudə, faydasız şeylərdən üz çevirənlər. Vaxtlarını ona həsr eləməzlər. Ən azı o oturmalar bizim imanımıza zərbə vurur. Burada da ehtiyatlı olmalıyıq. Peyğəmbər buyurur ki, elə ki gördün cəmaat xalqa məşğuldur, sən xaliqə məşğul ol. Xalqlə işin olmasın. Sən get xaliqə qoşul. Xaliqlə oturdur. Niyə? Çünki xaliqdir ki, səni ilə hər iki dünyada olacaq. Xalq isə bizi ilə elə bu dünyadadır. Sonda Peyğəmbər buyurur, ya Əli, yə'tə ələn nasi zamanın. Peyğəmbər buyurdu, sondakı ya Əli, insanlar üçün elə bir zaman, elə bir vaxt gələcək ki, əl-muqirru bil-haqqı fihi nacin. Yalnız o gündə haqqa iqrar edənlər, haqqı deyənlər nicat tapacaq. İşarə edir qiyamət gününə, ölümə. Qalu, ya Resulallah. Əli əleyhissalamla burada başqaları da vardı. Dedilər ki, ya Resulallah, fəeynəl əməl. Pəs əməl hardadır? Qal, la əmələ yevmə izin. Peyğəmbər cavab verdi ki, artıq o gündə, mən dediyim gündə ki, ancaq möminlər haqqı iqrar edənlər nicat tapacaq. Peyğəmbər dedi ki, o gün artıq əməl olmayacaq. Başqa hədislərdə gəlib ki, bu gün əməl günüdür, haqq hesab yoxdur. Sabah haqq hesab günüdür, artıq əməl yoxdur. Nə qədər insan ölməyib əməldir. Haqq hesab çəkən yoxdur. Niyə, nə üçün deyən yoxdur adama. Elə ki, insan öldü, niyə, nə üçünlər başlayır.